Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizin üçün illərdir ki hazırladığım, içi doldurulmuş, çox ləzzətli biber turşusu hazırlayacağım. Rayona istirahətə getmişdim. Qaydanda xalam öz bağının məhsullarından biraz mənə dərib pay vermişdi. İçərisində həm balqar biber, həm acı biber var idi. Balqar biberlərini təmiz-təmiz yudum və ondan gördüyünüz bu ləzzətli turşunu hazırladım. Qeyd edim ki, burada 3 kilogram balqar biberlər var. 3 kilogram balqar biberindən 2 ədəd 3 litrlik balonla bir turşu alındı. Biberləri təmiz-təmiz yuduqdan sonra gördüyünüz bu alət vasitəsilə saplaqlarını çıxardıram və tumlarını da çırpıb yaxşıca təmizləyirəm. Biberləri təmizləyərkən içərisində ola bilər ki, məsələn, bir-iki ədəd tum qalır. Onun da heç bir problemi yoxdur. Çünki içərisinə duz əlavə edib bunları duzda bir qədər gözlətdikdən sonra çırparkən həmin o tumlar da hamısı tökülür. Biberlərin hamısını təmizlədikdən sonra gördüyünüz kimi çay qaşığının ucunda, yəni yarım çay qaşığından az. Hər biberin içərisinə çay qaşığının ucunda duz əlavə edirik və duz əlavə etdikdən sonra biraz belə çalxalayırıq ki, duz hər tərəfinə, biberlərin hər tərəfinə dəysin, yəni içərisinə hər tərəfinə dəysin. Bu cür edib bunların hamısını axşamdan mən edirəm və səhərə kimi gözlədirəm. Gündüz vaxtı etsəniz, onda axşama kimi mütləq gözlətmək lazımdır. Amma mən axşam vaxtı edirəm, yəni mənə axşam daha rahat olur ki, bu cür duzlayıb səhərə kimi gözlədirəm. Və səhərə kimi bunlar belə duzda qalanda qəşəng yumuşaq yumuşalır və balonlara da rahat doldurmaq olur. Baxın, artıq səhəri gündür, görürsünüz, içərisinə əlavə etdiyimiz duz suya dönüşüb, yəni suya çevrilib və biberlər də hamısı tam olaraq yumuşalıblar. Və yumuşaldığına görə də biz artıq bunları görürsünüz içərisində olan suyunu süzürük, yəni çırpırıq və içərisində əgər az da olsa tumu qalıbsa, biberləri çırpdıqda həmin o tumlar da su qarışıq hamısı süzülür, gedir. Görürsünüz, baxın, burada yalnız qalır duzlu su, bir də biraz biberlərin tumları. Bunu da atırıq. Biberlərin duzlu suyunu çırpdıqdan sonra görürsünüz, yenə də aş süzənə belə üzü aşağı əlavə etmişəm ki, əgər tərkibində az da olsa su qalıbsa, həmin sular da süzülsün. Yenə də qeyd edirəm, mən gecədən, yəni axşamdan bunları, biberləri duzladım, səhərə kimi saxladım və səhəri gün isə artıq içlik hazırlayıram. İçlik üçün də bir orta boy kələm götürürük. Çəki ilə də tərəzidə sizin üçün çəkdim, sizə rahat olsun deyə. 1 kilogram 790 qram kələm etdi. Yəni 1 kilogram 790 qram kələmin çəkisi gəldi. Kələmi gördüyünüz kimi 4 yerə böldüm və incə şəkildə doğradım. Qətiyyən əlimlə sıxıb əzmirəm. Üzərinə 1 yemək qaşığı yarım duz əlavə etdim. Sadəcə qarışdırıram ki, duz kələmlərin hər tərəfinə dəysin və kələmlərin suyunu bir qədər çıxarsın. Yəni kələmləri sulandırsın. Bu müddətdə də mən marinadı hazırlayıram. Marinad üçün də 1 litr suya 1 litr 4%li üzüm sirkəsi, 3 yemək qaşığı dolu da yodsuz turşu duzu əlavə edib marinadı qaynadıram. Qaynatdıqdan sonra qaynayan kimi dərhal götürüb bir kənarda qoyun, qalsın soysun. Mütləq turşunun marinadı soyuq halda olmalıdır. 350 qram da kökdən istifadə etdim. Gördüyünüz ki, mənim istifadə etdiyim köklər iri olduğuna görə 3 ədəd elə iri kökdür. Tərəzidə də çəkdim, yəni qramlar 350 qram kök eləyir. Köklərin əvvəlcə qabıqlarını soydum və sürtkəcin, yəni rəndən iri gözündən keçirtdim. Turşunun içliyi üçün 2 ədəd kiçik ölçülü acı biberdən istifadə etdim. Acı biberlərin də tumlarını qətiyyən təmizləmirəm. Acılı sevməyənlər 1 ədəd acı biberdən də istifadə edə bilər. İçlik üçün 2 ədəd yaşıl balqar biber, 2 ədəd də qırmızı balqar biberdən istifadə etdim. Biberləri də gördüyünüz kimi xırda-xırda doğrayıram. 3 dəstə cəfərini təmiz-təmiz yuyub suyun quruladıqdan sonra onları da çox xırda olmamaq şərti ilə doğrayıram. Zövqə görə, istəyə görə 6 diş sarımsaqdan istifadə etdim. Sarımsaqları da sürtkəcin iri gözündən keçirdirəm. Əvvəlcə içlik üçün lazım olan bütün ərzaqları hamısını doğrayıb hazır edirəm. Daha sonra isə baxın, artıq görürəm ki, kələm öz suyunu tamamilə çıxardıb. Kələm öz suyunu çıxardıqdan sonra, artıq sulandıqdan sonra 2 əlimin arasında, ovucumun içərisində kələmlərdən hissə-hissə götürüb sıxıb yenidən aş süzənə əlavə edirəm.
Turşunun öz marinadı olduğuna görə burada kələmin suyuna ehtiyac yoxdur. Ona görə mən kələmin suyunu tamamilə sıxıram, atıram və yenidən kələmləri yığıram aş süzənə. Doğradığımız tərəvəzlərdə hamısını üzərinə əlavə edirəm. Gördüyünüz kimi sürtkəcidən keçirtdiyimiz kökdür, sarımsaqdır, acı biberlər, şirin balqar biberləri, cəfəri və üzərinə son olaraq yarım yemək qaşığı da yodsuz turşu duzu əlavə edirəm. Desəniz ki, duzu niyə az əlavə etdiniz? Çünki kələmə əvvəlcə 1 yemək qaşığı yarım duz əlavə etmişdik. Yəni duzu normasındaydı. Ona görə son olaraq çox duz əlavə etmədim. Yarım yemək qaşığı da duz əlavə etdim. Ümumilikdə içliyə 2 yemək qaşığı dolu duzdan istifadə etdim. Və gördüyünüz kimi kələmlər əzilmədən, yəni öz xırçıltılığını itirmədən qəşəng dən qaldılar. Çünki çox əzib olmamışdım. İçlik hazır olduqdan sonra başlayıram biberlərin içliyini doldurmağa. Biberlərin içliyini də sıx-sıx doldururam. Çünki hazırladığım içlik biberlərin hamısına yetərincə çatır. Değerli izleyicilerim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın və əgər bəyənirsinizsə mütləq yaxınlarınızla da paylaşın. Əgər kanalımıza yeni abunə olmuşsunuzsa, mütləq kanalımızı izləmədə qalın, abunə olun və zəng işarəsini aktiv edin ki, hər dəfəsində paylaşılan yeni videolardan siz də xəbərdar olasınız. Xalam öz bağının məhsullarından, yəni bağında yetişən bu biberlərdən mənə dərib pay verdiyinə görə biberlərin içərisində həm xırdası, həm irisi var. Yəni irili xırdalı biberlər olduğuna görə iri biberləri bir balona yerləşdirdim, yəni bir balona doldurdum. Kiçik ölçüdə biberləri də bir balona doldurdum. Ümumilikdə 3 kiloqram biberdən bizdə 3 litrlik balonla yəni 3 kiloluq balonla 2 balon turşu alındı. Hamısının içliğini doldurduktan sonra balonları steril etmeye ihtiyac yoktur. Sadece sodalı suyla temiz yuyun. Daha sonra ise biberleri balonlara sık doldurun. Və mütləq səliqəli şəkildə doldurmaq lazımdır. Hər 3 kiloluq balona 2 ədəd dəfnə yarpağını da əlavə edirəm. Tadı çox gözəl olur. Və bu müddətdə də marinat, yəni turşumuzun suyu tam soyumalıdır. Soyuq halda istifadə etməyə lazımdır. Görürsünüz necə səliqəli, hamısını qəşəng səliqəli şəkildə balonlara doldururuq. Digər balon xırda ölçülü biberlər idi və indi göstərdiyim isə iri ölçüdə biberlərdir. Və soyuq halda, yəni buz kimi soyuq marinadı balonların üzərinə doldururuq. Burada ikinci balonuma biraz marinat az olduğuna görə yenidən ikinci dəfə də qaynatdım və tam olaraq soydum, istifadə etdim. Hazırladığım bu marinat həmişə turşulara, yəni 2 balona bəs edirdi. Bu il nə isə bilmirəm, nədən olsa azlıq etdi. Ona görə yenidən 2 stəkan su, 2 stəkan sirkə və 1 yemək qaşığı duz əlavə edib qaynadıb soyutdum. İkinci balonun da üzərini doldurdum. Balonların altına mütləq bir qab yerləşdirin. İlk bir həftə boyunca balonlarda daşma olur. Daha sonra isə dayanır. Balonların başından bir qədər azalma olarsa, marinadın öz suyundan mütləq hazırlayıb soyuq halda balonların üzərini doldurun. Göz haqqınızı halal edin. Sağ olun, salamat qalın.